Bəs mən bu sahəyə necə gəldim və necə başladım? Çünki ən azından indi bildiyim qədərilə Azərbaycanda bu sahədə universitet ixtisasları yoxdur. Mən də dünya iqtisadiyyatı təhsili almışam bakalavrda. Əslində mənim bu dataya və analizə olan marağım başlayır məktəb vaxtından. Məktəbdə artıq 10-cu, 11-ci siniflərdə müxtəlif riyazi qrafiklərin analizi, bəzən olurdu ki, forex analizləri görürdüm və mənə maraqlı gəlirdi ki, okey, sən rəqəmlərə baxıb nəyisə analiz eləyib kiməsə hansısa yolu göstərə bilərsən və yaxud da nəsə bir prediction verə bilərsən. Bu çox maraqlı idi, amma təbii ki, hansı sahəyə gedəcəyimi bilməyib dünya iqtisadiyyatı təhsili aldım. Ondan sonra şanslı idim ki, elə bir şirkətə işə girdim ki, orada texniki insanlarla tanış oldum və çox sağ olsunlar ki, mənə kod öyrənməyə, kodla ixtisasımı birləşdirib necə analiz eləməyi mənə öyrətdilər və mən təbii ki, magistratura təhsilinə davam eləməyi düşünürdüm. Bu zaman Estoniyada Quantitative Economics adlı ixtisası tapdım Tartu Universitetində və bu universitetdə iqtisadi biliklərimin üzərinə daha texniki və riyazi biliklər qoyaraq analist oldum və Estoniyada artıq analist olaraq fəaliyyətimə başladım.